Biri var imiş, biri yox imiş. Bir Tık-Tık xanım var imiş. Tık-Tık xanım anası və balaca 8 bacısı ilə Xırdalanda lifti olmayan 5 mərtəbəli binanın 5-ci mərtəbəsində bir otaqlı evdə yaşayırmış. Bir işlə məşğul olmursan, evdə oturmursan, televizorda cırtdana baxırsan, bir kitab oxu, universitetə hazırlaş. Bax, Div 2 universitet bitirib. Ana, mən oxuya bilmirəm. Beynimə girmir. Həm də hamı oxumalıdır deyə bir qayda yoxdur. Divin 2 diplomu var, amma su dalınca xəlbir ilə gedir. Ana, biz niyə 9 bacıyıq? Niyə bizim qardaşımız yoxdur? Qardaşı neyniyirsən? Onu evləndirərdi, gəlin gətirərdi, sonra da baldızlıq edərdi. Belə həyat çox darıxdırıcıdır. Sənə gəlin lazımdır, ərə get. Ol gəlin. Düz deyirsən ana, mənə dost lazımdır. Tık-Tık xanım çox kədərləndi və səhər ilk iş olaraq özünə dost tapacağına qərar verdi. Xırdalandan 20 yanvara gedən avtobusda özünə necə dost tapacağını düşünürdü. Axı o gözəl değildi. Mən gözəl olmadığımı bilirəm. Amma mənim qəlbim gözəldir. Bir də mən zarafatçılam, hər kəsə kömək etməyi sevirəm. Məncə əsas da budur. Deyirlər, eybəcər xanım olmur. İnanmayın, yalan deyirlər. Tık-Tık xanım özü də öz dediyinə inanmırdı. Ona görə də qərarı aldı ki, gözəllik salonuna getsin. Mən çox gözələm, dağa gedirəm, bağa gedirəm, özümə dost tapmağa gedirəm. Tık-Tık xanım YouTube, Instagram və TikTokda dərin elmi araşdırmadan sonra qərara gəldi ki, dost tapmağın ən tez yolu müğənni olub mahnı oxumaqdır. Sürmə çəkdim gözümə, düşdüm çölün düzünə. Dost gəzirəm özümə, dost gəl hardasan, tez gəl hardasan. Dost gəl hardasan, tez gəl hardasan. Baxdım, baxdım güzgüyə, baxdım, baxdım özgəyə. Qorxdu, qorxdum gözdəyəm, ah gözələm mən, bax gözələm mən. Ah gözələm mən, bax gözələm mən. Sürmə çəkdim gözümə, düşdüm çölün düzünə. Dost gəzirəm özümə, dost gəl hardasan, tez gəl hardasan. Dost gəl hardasan, tez gəl hardasan. Tık-Tık xanım dost tapmaq işində çox təcrübəsiz idi. Buna görə də şəhərdə o tərəfə, bu tərəfə gedərək boş-boş gəzirdi ki, bəlkə dost özü onu tapar. Belə də oldu. Axtaran tapar deyiblər. Kimi mövlasın, kimi də bəlasın. Saçı Suray xanım, donu da Ray xanım, hara belə? Çərə belə, çürə belə, sənə nə var hara belə, özümə dost axtarıram. Ay qız, məndən yaxşı dost tapacaqsan. Gəl olaq dost. İşdi birdən qəzəbləndirsəm səni, nə ilə döyərsən məni? Hansı zamanədə yaşayırıq? Niyə döyürəm səni? Çıxıb gedərsən ata evinə, vəssalam, iş tamam. Necə? Əsəbləşən kimi məni evdən qovarsan? Neynirəm sən kimi dostu? Səninlə mənə dost olmaz.
Dovşanın sözləri Tıq-tıq xanımın xoşuna gəlmədi. Amma Tıq-tıq xanım yenə də həvəsdən düşmədi və boş-boş gəzməyə davam etdi. Mənlə dost olarsanmı? İşte birdən qəzəbləndirsəm səni, nə ilə döyərsən məni? Gözəl qız, 5 günlük dünyadır. Niyə döyüm səni? Gəl gəzə, yaşayaq özümüz üçün. 10-15 gün dost olaq, sonra da baxarıq. Alınar, nə əla. Alınmazda ki, həyat davam eləyir. Sən öz yoluma, mən də öz yoluma. Deməli 15 gün dost qalarıq. Daha sonra sən bəhanə axtaracaqsan ki, məndən ayrılasan. Yeri. Mən sənin tayın deyiləm. Səndən mənə dost olmaz. Tıq-tıq xanım keyfsiz halda avtobusda evə qayıdırdı. O nə qədər çalışdısa, özünə dost tapa bilmədi. Amma Tıq-tıq xanım bilmirdi ki, hər kəsin yer üzündə bir dostu var. Nədənsə Tıq-tıq xanım dostunu başqa yerdə axtarırdı. Salam əleykum Tıq-tıq xanım. Sevgili dostum, ruhi rəvanım, cani cananım. Hardan gəlirsən? Aleyküm salam Siçan bəy. Getmişdim özümə dost tapım. Nəsə alınmadı. Tıq-tıq xanım, əzizim canım, mənimlə dost olarsanmı? İşte birdən qəzəbləndirsəm səni, nə ilə döyərsən məni? Quyruğuma yağ çəkərəm, bal çəkərəm, yanağına xal çəkərəm. Onda səninlə dost olaram. Tıq-tıq xanım və Siçan bəy şənlik edib əyləndilər. Bir çox ölkəni gəzdilər. Xoş və firavan həyat sürdülər. Ta ki, Siçan bəy işlə bağlı başqa ölkəyə gedənə qədər. Tıq-tıq xanım evdə oturmaqdan bezib hovuza getməyə qərarı aldı. Necə? Kim dedi ki, mən evdə oturmaqdan bezmişəm? Mən hər şeydən razıyam. Heç narazılığım yoxdur. Yox, mən hovuza getmirəm. Tıq-tıq xanım, ssenariyə görə sən hovuza gedib orada kirpi ilə tanış olmalısan. Daha sonra hovuzda boğulmağa başlayırsan, bu anda Siçan bəy səni xilas etməyə gəlir. Sən naz edib onun köməyindən imtina edirsən, o da sənə quyruq göstərir. Sən hovuzdan çıxıb bir çamadanla ananın yanına qayıdırsan. Yox, mən xoşbəxtəm. Niyə öz əlimlə pişmiş aşa su qatım? Axı ssenari artıq yazılıb, dəyişmək olmaz. Mən ssenarini dəyişdirəcəm. Kiməsə dedikodu olsun deyə, kimsə sevinsin deyə mən həyatımı məhv edə bilmərəm. Mən yeni ssenarini deyirəm, sən yaz. Gülərəm, ağlayaram, çətinlik çəkərəm, şadlanaram. Bu mənim həyatımdır. Kiminsə istəkləri ilə mən yaşamayacağam. Mən sadəcə xoşbəxt olacağam. Əziz dostlar, Tıq-tıq xanıma və Siçan bəyə xoşbəxtlik arzu edib nağılı burada sonlandıraq. Kanala abunə olub bəyənmə düyməsini tıklamağı unutmayın.